Salam, mənim gözəl göyçək qızlarım, necəsiz? Hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Çoxdan da bilirəm, yox idim. Çəkə bilmirdim videonu əslində. İlk öncə sizi təbrik eləyim. Bu günləri Torpaq çərşənbəsidir. Sonuncu çərşənbəmizdir. Hər birinizi təbrik eləyirəm. Neçə belə gözəl bayramlara çıxasınız. Ailənizlə birlikdə, sevdiklərinizlə birlikdə bol ruzu, bərəkət arzulayıram. Süfrəniz daima bol ruzulu olsun inşallah. Hər şey istədiyiniz kimi keçsin. Ürəyin istədiyiniz kimi. Allah bütün niyyətlərinizi, oruclarınızı qəbul eləsin inşallah. Balalarınız üçün, evlatlarınız üçün nə istəyirsinizsə, hamısı həyata keçsin inşallah. Amin Allah. Necəsiz qızlar? İnşallah yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam. Çoxdan deyəndə ki, bir hardasa 16-17 gündür ki, video çəkmirdim. Bildiyiniz kimi mənim qızım 11-ci sinifdə oxuyur. Onun imtahanı verirdi. Mənim bir dənə videom var kənarda, amma onu montaj eləməyə nə hövsələm çatırdı, nə səbrim çatırdı. Çünki həddindən artıq mən çox həyəcanlıydım. Oğlumda mən bu qədər həyəcan keçirməmişdim. Heç belə həyəcanlı değildim. Amma nədənsə qızımda dəhşət dərəcədə, yəni ki, imtahana bir hardasa 4-5 gün qalmış, təzyiqim qalxdı. Yoldaşım deyir ki, istəyirsən orucu dayandır, saxlama yenə. Dedim, yox, saxlayacağam. İmtahan günü mədəm tutdu gecədən səhərə kimi. Aman Allahım, o nə idi? Gah belim tutdu, gah nə bilmə. Düzdür, qızlara heç nə yamsıtmırdım, marafonda olan qızlara. Amma yəni o ərəfələr həddindən artıq çox həyəcanlıydım. Həm də o həyəcan mənim bütün sağlamlığıma təsir eləyirdi. Videonu götürüb montaj eləyə bilmirdim də. Götürürdüm bir-iki dənə, məsəl üçün 1 dəqiqə, 2 dəqiqə montajını eləyirdim, qoyurdum kənara. Çünki bilmirdim nəyi necə düzüm qoşum. Ardıcılığı olaraq mən məsəl üçün tuta bilmirdim də, eləyə bilmirdim. Ona görə dedim ki, qızım imtahanı versin. Ondan sonra başlayaram çəkilişlərə. Həm də inanırsınız mənə, nə ev yığışdırma halım oldu, nə paxlava, şəkər bura, heç bir şey eləməmişdim də. İndi bu günləri ayın son çərşənbəmizdir bu günləri. Dedim bir dənə sizə qısa bir video çəkim, sizi təbrik eləyim, ürəyimdəkiləri hamısını sizə deyim, niyə yox idim, nəyə görə, səbəbləri deyim sizə, ondan sonra başlayayım. İstəyirəm sizdən də soruşum, bu günləri 15 gün bundan qabaq çəkdiyim videom var idi. İstəyirəm onu bu günləri axşam üçün paylaşım sizin üçün, ya da ki sabah səhər paylaşım o videonu sizin üçün. 18-i paxlava pişirəcəm, qat-qat eləyəcəm, bəlkə baxacam, bəlkə şəkər bura eləyərəm, yoxsa eləmərəm, bilmirəm. Qoğal eləyəcəm, o da ki, yavaş-yavaş da hamısını bir gündə eləməyəcəm. Yəqin ki, sabahla paxlava ilə qat-qat eləyəcəm. Qat-qat biz nəyə deyirik? İrəvan kətəsi kimi yoxdur, onlara belə kəsirik, onlara deyirəm mən. Bir də qızlarım, 19-u bizim marafonumuzun son günüdür. İnşallah Allahın köməkliyi ilə qızlar çəkilərini atacaqlar. Şəkillərini atacaqlar. Kim aralamaq istəyirsə, bayram günləri qəşəngcə yeyin, için, tozun, gəzin, qonaqlığa gedin. Şəkərburalar olacaq, paxlavalar olacaq, qoğallar olacaq. Yeyəcəksiniz və nə olacaq? Yenə kökələcək, şişəcək. Yəni kim istəsə, ayın 1-i marafon başlayacaq. Linki paylaşacağım burada altda. Kim istəsə qoşula bilər. Belə qızlar. Hər birinizi öpürəm. İstədim belə bir video çəkim, sizi təbrik eləyim, səbəbləri deyim ki, hardaydım, necə idim. Bir də sizdən soruşum ki, bu günləri axşam video paylaşım mı, yoxsa sabahları səhər paylaşım. Hardasa 90% yəqin ki, sabah səhər paylaşaram. Yenə də siz necə məsləhət görsəz, elə də eləyəcəm. Öpürəm sizi. Sağ olun.